Ondan sonra başka hadis gelir. Ebu Said el-Hudri radıyallahu anh'ın hadisidir bu da. Buyurur ki, Kâle Resulullah sallallahu aleyhi ve sellem, men sâme yevmen fî sebîlillah, ba'adallahu vechehu anin nâri 70 harife. Kim bir gün Allah yolunda oruç tutarsa, Allah Teala onun üzünü cehennemden 70 il uzaklaştırar. Bu hadisteki Allah yolunda sözünün mənasını alimlərin bəziləri cihadda tutulan oruc mənasında deyir. Deyirlər ki, kim cihadda, yəni fi səbilillah, yəni Allah yolunda, yəni cihadda oruç tutarsa, Allah Teala onun üzünü cəhənnəmdən 70 il uzaqlaşdırar. Lakin bəzi alimlər isə bunun mənasını, yəni Allah üçün, Allahın razılığı üçün tutarsa mənasında deyirlər ki, insan Allah üçün oruç tutarsa, Allah Teala onun üzünü cəhənnəmdən 70 il uzaqlaşdırar. Və Allah Teala insanın üzünü cəhənnəmdən uzaqlaşdırması da onun cəhənnəmə yaxınlaşmasını bildirir. Belə ki, qiyamət günü iki yol var. Başqa yol yoxdur. Ya cəhənnəm yolu var, ya da cənnət yolu var. Allah Teala bizləri bu Ramazan ayında bağışlanaraq cənnət yoluna düşənlərdən və cənnət yolunda olanlardan eləsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi əcmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.